Salam, dəyərli həmkarlar. Bu gün biz sizlə Mirzə Qədim İrəvani, Usta Qəmbər Qarabağı, bir də Mir Möhsüm Nəvvab haqqında qarışdırdığımız, ümumiyyətcə bu rəssamların necə əsas hissələrini bilərik ki, testə düşəndə hansından Mirzə Qədim İrəvanidən söhbət gedir, Usta Qəmbər Qarabağıdan, yoxsa Mir Möhsüm Nəvvabdan? Gəlin əsas hissələri sizə fikrinizə, nəzərinizə çatdırım. Mirzə Qədim İrəvani Azərbaycanın ilk peşəkar portret rəssamlarından biridir. Dəzgah rəngkarlığının əsasını qoyan sənətkarlardandır. Yaradıcılığına gəlin baxaq. İlk dövrdə dekorativ sənətlə məşğul olub, nəqqaş və portretçi kimi tanınıb. Şərq miniatür üslubu ilə Avropa rəngkarlığını birləşdirib. Yəni bu şeyi mütləq yadınızda saxlayın ki, Şərq miniatür üslubu ilə Avropa rəngkarlığını birləşdirən rəssamımız Mirzə Qədim İrəvani olub. O dekorativ və realist üslubu birlikdə istifadə edib. Yəni bu şeyə mütləq diqqət eləyin, yadınızda saxlayın. Dekorativ və realist üslubu birlikdə istifadə edən rəssam kimdir? Mirzə Qədim İrəvani olubdur. Əsərlərinə gəlin baxaq. Süvari, Rəqqasə, Dərviş, Viçhulla Mirzə, Molla, Gənc qadının portreti. İmtahan üçündə yadda saxlanılacaq mövzular dəzgah rəngkarlığının banilərindən biridir. Mirzə Qədim İrəvani dəzgah rəngkarlığının banilərindən biridir. Portret ustasıdır. Şərq miniatürü ilə Avropa realizmini birləşdirən rəngkarlardan biridir. Gəlin indi bu da onun əsərləridir. Baxın, mütləq əsərlərə göz yaddaşınızda saxlamağa çalışın. Usta Qəmbər Qarabağı bəs kimdir? Usta Qəmbər Qarabağı Şuşa şəhərində anadan olmuşdur. Nəqqaş və ornament ustası olmuşdur. Nəqqaş və ornament ustası olmuşdur. Yadınızda mütləq saxlayın bunu. Mirzə Qədim İrəvani dekorativ sənətlə məşğul olmuşdur. Dəzgah rəngkarlığının əsasını qoyubdur. Amma Usta Qəmbər Qarabağı nəqqaş və ornament ustası sözünü görsəz, mütləq bu Usta Qəmbər Qarabağıya aiddir. Yaradıcılığına gəlin baxaq. Milli üslubda divar rəsmləri yaradıbdır. Bilirik ki, divar rəsmləri yaradan rəssamlarımızdan biri kim idi? Toğrul Nərimanbəyov idi. Amma yəni milli üslubda çəkən divar rəngkarlığını Usta Qəmbər Qarabağı etmişdir. Şəki xanlarının Yay sarayının divar naxışlarını bərpa edib. Usta Qəmbər Qarabağı Şəki xanlarının Yay sarayının divarlarını bərpa edib, dekorativ və realist təsvirləri birləşdirib. Yaxşı. Bəs indi bunu qarışdıra bilərik ki, birləşdirmə sözündən. Deyirik ki, Şərq miniatür üslubu ilə Avropa rəngkarlığını birləşdirən Mirzə Qədim İrəvani olub, ancaq dekorativ və realist təsvirləri birləşdirən Usta Qəmbər Qarabağı olmuşdur. Şuşadakı evlərin bəzədilməsində iştirak edib. Bəs yaxşı xüsusiyyətlərinə gəlin baxaq. Bir dəqiqə. Gül çiçək motivləridir, quş təsvirləridir, ornamentlərdir, divar rəsmləridir. Bu sözləri görsəz, Usta Qəmbər Qarabağa aid olanları mütləq seçin. İmtahan üçündə yadda saxlanılacaq mövzulardan Şuşa adı görsəz, Usta Qəmbər Qarabağı, divar rəsmi, ornament ustası, Şəki Xan sarayı, bu promptlar Usta Qəmbər Qarabağıya aiddir. Yaxşı, gəlin indi baxağın. Əsərlərinə də baxağın. Baxın, Şəki Xan sarayının divar rəsmləri, ov və hərb səhnələri təsvir olunubdur. Göz yaddaşınızdan yadınızda saxlayın. Mir Möhsüm Nəvvab. Yaxşı, bəs Mir Möhsüm Nəvvab kimdir? Mir Möhsüm Nəvvab da Şuşada anadan olmuşdur. Usta Qəmbər Qarabağı ilə oxşarlıqları var. Deyirik ki, geniş ensiklopedik biliyə malik rəssamlarımızdandır. Rəssamdır, şairdir, musiqişünas və xəttatdır. Yaradıcılığı nədir bəs? Miniatürlər çəkib. Kitab tərtibatı ilə ilk dəfə məşğul olan rəssamlarımızdandır. Quş və çiçək təsvirləri yaradıb. Gövhərağa məscidinin bəzədilməsində iştirak edib. Xüsusiyyətləri kitab qrafikasının inkişafına töhfə verib, xəttat olub, quş və çiçək motivləri ilə məşhurdur. Xüsusiyyətləri bunlardır. Yəni bu sözü yadınızda saxlayın ki, bu çaşa da bilər testdə, sizi çaşdırıcı məqamlar ola bilər. Xüsusiyyətlərlə yadınızda saxlayın ki, kitab qrafikası inkişafına töhfə verən xəttat, quş və çiçək motivləri ilə məşhurdur. Yəni bu da Şuşadır, miniatürdür, xəttatdır, kitab qrafikasıdır, Mir Möhsüm Nəvvaba aiddir. Belə, bu qədər. Ümidvaram ki, sizə yararlı olmuşdur. Sizin çaşdıracaq məqamlarda, bu mövzularda daha qısa promptlarla yadınıza qala biləcəkdir. Gələn görüşlərimizədək.